Instagramda qarşıma bir video çıxdı. Demək, hansısa rayondadır, pirdir. Dəsmal atırlar pirə. Dəsmal atırlar da, orada dəmir var. Deməli, dəsmal yaylıq oradan keçərsə, o tərpənərsə, deməli ki, bunun arzusu yerinə yetdi. Subhanallah, görün, bu cahilliyin pik nöqtəsidir. Cahilliyin pik nöqtəsidir. Yəni, insan gör nəyə inanır ki, yaylığı ora atacam, yaylıq tərpənəcək, mənim istədiyim yerinə yetəcək. Ora yaylıq yox, ora istəyirsən məhrabat ollar. Nə bilim, dəsmal tullar. O tərpəndi, sənin üçün nə olacaq ki? Allah sənə bir şey diləməyibsə verməyi. Oradakı o dəsmal tərpənsə sənə nə gələcək? Subhanallah, bunlar hamısı Allaha şərik qoşmaqdır. Vallahi, belə yerlərə getmək avamlığın, cahilliyin göstəricisidir. Yəni, insan gör nə qədər cahildir ki, Allahı buraxıb, onu yaradan Allahı qoyub, gedir əski pirinə, kilometrlərlə yol durub, qət edib, gedir ki, gedim orada bir pir var, orada dəsmal atacam, o tərpənsə istəyim yerinə yetəcək. Subhanallah,